Başlayıq Hristiyan İmam Əli əleyhissalamın İslam və Xristiyanlıq haqqında bəhs eləməyə, mövzu açmağa. Deyir, elə bir məntiqə gəlib çatırlar ki, həmən məntiqə gölə çıxır artıq. Hristiyan baxır İmam Əli əleyhissalama, deyir ki, sən buradan keçə bilmərsin. Gözlə, mən bir dənə sizi şiriyim, mən buradan keçəcəm. Özü ayaq üstə, atdan da düşəcəm. Əqidə, mənim dinim haqlı, sənin dinin batılı. Sən qalmısan orada, mən gölün üzərində yerə gedirəm. İmam Əli əleyhissalam baxdı ki, dayandı. İmam Əli əleyhissalam bir zikir elədi, gölün hamısı qurudu, gəldi çatdı Hristiyanın yanına. Hristiyan dedi ki, sən neynədin? Dedi, sən məni bırax, qoy kənara, mən elədiyimi eləmişəm. Sən Hristiyansan, sən hansı zikir elədin ki, gölün üzərində yerə gəldin bura. Dedi, bizə alimlərimiz, Məsihi alimlərimiz çox tövsiyə eləyiblər ki, hansı ki çətinliyə düşdün, İlya adı var. İlya adını zikirlə, həmin anda sənə kömək eləyəcək. İmam Əleyhisselam baxdı, dedi, həmən sizin o İncildə gələn İlya mənəm, sonuncu peyğəmbərin vəsilisiyəm. Mən bu torpağın atasıyam, Əbu Turabam mən. Mən torpağa dayan deyirəm, torpağa dayanır. Əziz qardaşlar, bugün əgər günəş yerin ətrafında dövr eləyirsə, ay əgər günəşdən sonra çıxırsa, ulduzlar dan yerindən sonra çıxırsa, hamısı İmam-ı Zamanın üzrünün bərəkətlədir. Əcəl Allah bərəcət şərifi.